Etibarnamə ilə avtomobil sürənlərin nəzərinə iyunun 16-sından yeni qayda qüvvəyə minir. Hansı dəyişikliklər olacaq? Ətraflı İcbari Sığorta Bürosunun Biznesin İnkişafı Departamentinin rəhbəri xanım Camalovadan eşidək. Bonusmal sistemi sığorta hadisəsi baş verərkən sığortalının tarixçəsinə təsir edən əlavələr və güzəştlərin tətbiq olunduğu bir sistem idi. İyunun 16-sından artıq bu sistem ləğv edilir və yerinə yeni sığorta tarixçəsi əmsalı gəlir. Yeni sığorta tarixçəsi əmsalında bir sıra dəyişikliklər olacaq və bu dəyişikliklərdən biri də ondan ibarətdir ki, əvvəllər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı birdən çox olduqda 1.15 risk əmsalı tətbiq olunurdur. İndi bu əmsalda Mərkəzi Bank tərəfindən yumşalma edilib və vətəndaşlar əgər nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı etibarnamə əsasında və yaxud da digər icarə müqaviləsi və yaxud da digər yol vərəqi ilə idarə edən şəxslər varsa, 5-dən çox olarsa mülkiyyətçi ilə birlikdə bu şəxslərin sayı, o halda bu risk əmsalı tətbiq ediləcək və vətəndaşlar bunu növbəti sığorta müqaviləsini alanda artıq daha aşağı məbləğə sığorta müqaviləsini rəsmiləşdirmiş olacaqlar. Yeniliklərdən biri də ondan ibarətdir ki, nəqliyyat vasitəsini idarə edən şəxslərin sayı artıq sığorta tarixçəsinin formalaşmasına təsir eləyəcək. Yəni, nəqliyyat vasitəsini idarə etmə hüququ olan şəxslərin hər birinin əmsalı sığorta tarixçəsi əmsalının formalaşmasına təsir edəcəkdir. YouTube kanalımıza abunə olun.